Əziz və dəyərli möminlər, bildiyiniz kimi Məhərrəmlik ayındayıq. Məhərrəm ayı xalqımızın dəyəridir və xalqımıza çox böyük təsirlər qoyub. Tarix boyu hər zaman Məhərrəmlik istər ədəbiyyatımıza, istər teatrımıza, hətta mətbəximizə qədər sirayət eləyib. Ədəbiyyatımıza baxsaq, ta Məhəmməd Füzulidən, Seyid Əzim Şirvanidən, Mirzə Ələkbər Sabirdən və Əliağa Vahiddən və digər ədiblər mütləq şəkildə Məhərrəmlik ayına toxunublar. Teatrda şəbeh bölməsi var. Yəni, ümumiyyətlə, Məhərrəmlik Azərbaycanda formalaşan ənənəvi məzhəblərin fərqi yoxdur. Hər ikisi Məhərrəmlikdə daim İmam Hüseyn əleyhissalamın ehtiramını saxlayıblar. Məhərrəmliyin xalqımıza bəxş elədiyi dəyərlərdən biri də fədakarlıqdır. Məhz bugün də istəyirəm elə fədakarlıq mövzusunda danışım. Fədakarlıq cəmiyyətin inkişafında və nurani olmasında mühüm rol oynayan ən gözəl əməllərdən biridir. Əgər bir cəmiyyətdə fədakarlıq olmasa, hərə özünü fikirləşsə, o cəmiyyətdə bərəkət olmaz. O cəmiyyətdə ləzzət olmaz. Ümumiyyətlə, insanın həyatda əldə etdiyi bütün müvəffəqiyyətlərin arxasında fədakarlıq dayanır. Mütləq şəkildə gərək insan nədənsə keçsin, fədakarlıq eləsin ki, nəsə əldə eləsin. Məsələn, bir insan işə gedir, öz vaxtını sərf eləyir, əziyyət çəkir, nədənsə keçir, əvəzində bir şey qazanır. Və ya bir tələbə vaxtını sərf eləyir, elm əldə eləyir. Mütləq şəkildə insan bir şey əldə eləmək istəyirsə, bir müvəffəqiyyət əldə eləmək istəyirsə, gərək nədənsə keçsin, nəyisə fəda eləsin. Ailədə də belədir. Məsələn, ata gedir, əziyyət çəkir, fədakarlıq eləyir ki, övladı gözəl şəkildə yaşasın, gözəl şəkildə təhsil alsın. Və ya ana yeməyin ən yaxşısını övladına verir, fədakarlıq eləyir. Və ailə üzvləri arasında da bu var. Bir-birinin səhvlərində gərək keçəcək eləyib, fədakarlıq eləsinlər ki, o ailə olsun. Ümumiyyətlə, cəmiyyəti ayaqda saxlayan dəyərlərdən ən başda gələni fədakarlıqdır. Bu dəyərlər cəmiyyətdə ortadan qalxanda problemlər başalıb gedir. Başlayır ailə münaqişələri və digər ictimai problemlər ortaya çıxmağa və bərəkət azalır və sonra da insanlar deyir ki, həmişəki dad, ləzzət yoxdur. Niyə? Çünki insanlar dəyərlərdən uzaq düşürlər. Bəs fədakarlıq nədir? Fədakarlıq bəzən onu ehsanla qarışdırırlar, amma fədakarlıq ehsandan fərqli bir şeydir. Ehsan ona deyərlər ki, bir insanın imkanı var, öz imkanından başqalarına da verir, başqalarına da bəxş eləyir. Buna deyərlər nə? Ehsan. Amma fədakarlıq odur ki, bir insanın əlində bir tikə çörək var və qonşusu da acdır. Özü az qala bunu aparıb qonşusuna verir. Buna deyərlər fədakarlıq. Çünki özünün də ona ehtiyacı var. Amma öz ehtiyacını arxada qoyub, digərlərinin ehtiyacını özündən qabaqda görür. Buna fədakarlıq deyərlər. Fədakarlığın da dərəcələri var, növləri var. Məsələn, mal ilə fədakarlıq, fədakarlığın bir növüdür. İnsan öz malından keçir, fədakarlıq eləyir, bu mal ilə fədakarlıqdır. Bunu çoxsunuz da eşitmişsiniz ki, İmam Əli əleyhissalam və xanım Fatimə-i Zəhra 3 gün oruç tutdular. Və 3 gün hər axşam iftar vaxtı çatanda qapılarını bir gün sahil döydü,
bir gün miskin döydü, bir gün yetim döydü ve her gün de öz iftarlarını götürüp onlara verdiler, özləri ihtiyac içində ola. Öz iftarlarını onlara 3 gün arda bu cür oruç tutdular və nəticədə onlar haqqında Həl-Əta surəsindəki ayə nazil oldu ki, özləri ehtiyac içində ola onları özlərindən üstün tutarlar. Bax, bu mal ilə fədakarlıqdır. Əlində olandan, təamdan keçirsən, mal ilə fədakarlıq edirsən. Bu da xalqımıza bir dəyər kimi gəlib çıxıb, cəmaatın içində yayılıb ki, əl tutmaq əlikdən qalıb. Bu da bizə oradan gəlib çatır. Fədakarlığın digər bir dərəcəsi, növü isə abırla fədakarlıqdır. İnsanın abrını fəda eləməsidir. Bu daha üst bir pillədir. Bu necə olur? Çünki abır bəzən candan da irəli gəlir. İnsan canını verir ki, abrı aradan getməsin. Abır o qədər mühümdür. Bəs necə olur insan abrı ilə fədakarlıq eləyir? Digər insanların ehtiyacını qarşılamaq üçün gedir qapı düşür, onların ehtiyacı üçün ağız açır başqalarına, öz abrını tökür. Buna deyirlər abrla fədakarlıq. Digərlərinin ehtiyacı üçün bunu eləyirsə, bu olur abrla fədakarlıq. Bu da çətin işdir ya. Hər adamın işi deyil ki, öz abrını bu yolda sərf eləsin. Bir gün 10-cu imam olan İmam Əli Ən-Nəqi əleyhissalama bir bədəvi ərəb yaxınlaşır. Deyir ki, Yəbnə Rəsulillah, mənim borcum var və borcuma görə də çətinlikdəyəm. Mənə kömək eləyə bilərsiniz. İmam Əli Ən-Nəqinin əlində də bir şey olmur ki, ona kömək eləsin. Və hətta deyir ki, mən sizə and verirəm babamız İmam Əli əleyhissalamı, Əmir-əl-Müminin Əli əleyhissalamı ki, mənə kömək eləyin. İmam Əli Ən-Nəqi əleyhissalam əlində bir şey olmadığı üçün bir borc sənədinə borc miqdarı yazır və həmin sənədi həmin o bədəvi ərəbə verir ki, al bunu sən ki məndən ki bir şey istədin, mən artıq sənə borcluyam. Get Samirədə şəhər